elektron resept sistemindən danışacaq. Ötən ildən etibarən, 24-cü ilin yanvarından etibarən e-resept artıq istifadəyə verilib və reseptlərimiz orada əks etdirilir. Yəni, kağız daşıyıcılara ehtiyac yoxdur. Biz gedib həmin reseptimizdə yazılan dərmanları bilavasitə aptekaya müraciət edərək ala bilirik. Sadəcə olaraq adımızı demək kifayətdir, mən belə başa düşürəm. Hələlik ondan istifadə eləməmişəm. Amma bax, bu cür işləməyinə əminəm, çünki başqa yerlərdə bunu görmüşəm. Hürə Əriyeva daha ətraflı danışacaq və biz biləcəyik ki, e-reseptdən necə istifadə edək. Apteklərdə uzanan növbə, əsəbləri tarıma çəkilən müştərilər və onlarla dil tapmağa çalışan əczaçılar. Belə hallarla yəqin ki, hər birimiz qarşılaşmışıq. Amma bunun da qarşısı alınacaq. Artıq reseptlə dərman almaq asanlaşacaq və bu cür növbələrə də ehtiyac olmayacaq. Bununla bağlı Səhiyyə Nazirliyi tədbirlər görür. Yeni sistem həkimlərin xəstələrə daha sürətli xidmət göstərməsinə şərait yaradır. Pasientlərə dərman vasitələrinin yazılması və əldə olunması prosesində tam şəffaflığı və əlçatanlığı təmin edir. Pasient müayinə olunduqdan sonra ona yazılacaq hər bir dərman preparatı vahid elektron resept sisteminə yerləşdirilir və apteklər bunu görə bilirlər. Əgər hər hansı bir həkim elektron resept yazmaqdan imtina edərsə və ya apteklər bu sistem əsasında dərman vasitələrini təmin etməzsə, o zaman vətəndaşlar rəqəmsal səhiyyə mərkəzinin qaynar xəttinə müraciət edə bilərlər. Müalicə təyin edən həkim, əgər bir müalicə öncəki ya başqa bir həkimlərin təyin etdiyi müalicəni ya da özü daha öncədən təyin etdiyi müalicəni, xəstənin hansı preparatları qəbul etdiyini öyrənmək istəyirsə, sistemdən bunu görə bilir. Və bu da ona daha keyfiyyətli müalicə təyin etməyə imkan yaradır. Pasient tərəfdən də üstünlükdür, çünki kağız daşıyıcını təbii ki, saxlamaq, onun itirilməsi barədə qayğıdan qurtarmış olur. Sistem onun yerinə belə deyək, bu funksiyanı icra edir və o da asanlıqla müalicə aldığı həkimə müraciət edir. Onun bütün xəstəlik məlumatlarını, həmin reseptlə bağlı olan məlumatlarını həkim sistemdə görə bilir, izləyə bilir. Bu tətbiq dərman vasitələrinin süni qiymət artımını da əngəlləyir. Tarif Şurası tərəfindən qiymətləri təsdiq olunmuş bütün dərmanlar tətbiq üzərində əksini tapıb. Qiymətləri açıq-aşkar pasient görə bilir və burada molekulyar tərkib öz əksini tapıb ki, dərman vasitələrinin biz əgər internet üzərindən axtarırdıqsa hansı maddələri təşkil içərir və burada artıq sərbəst şəkildə reseptdə molekulyar tərkib dediyimiz həmin dərman preparatlarının tərkibinə daxil olan dərman vasitələrini, həmin maddələri görə bilirik. Həkimin yazdığından əlavə preparatları apteklər vətəndaşlara verməyəcək. Bu bir daha vurğulayır ki, yəni elektron reseptin əhəmiyyətin, dərman vasitələrinin təqib izləmə sistemlərinin əhəmiyyətini vurğulayır. Yəni bu dərmanların resept əsasında buraxılmasını, tənzimlənməsinə, ciddi tənzimlənməsinə, bu kimi dərmanların sui-istifadə hallarının qarşısının alınmasına və müvafiq olaraq rasional istifadəsinə, yəni tənzimləməni kömək edir. Platforma vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, xəstəliklər və müasir müalicə üsulları haqqında informasiyaları da özündə birləşdirir. Hürə Əriyeva, Həsən Eltürk.